Çoxu deyir ki, insanın gücü çətinlikdə ölçülür, amma mən deyərdim bu güc çətinliyin içində qalxma istəyi ilə ölçülür. Çünki hər birimizin içində hansı vəziyyətdə olmağımızdan asılı olmayaraq böyümək üçün kifayət qədər potensial var. Həyatda bəzən hər şey üst-üstə gəlir. Borclar, münasibət problemləri, iş çətinlikləri, amma əvvəllər də çətinliklərin olub. Bəs onları necə aşmısan? Görəcəksən ki, hər dəfə dik qalmağı bacarmısan, deməli səndə güclü bir mexanizm var, daxili davamiyyət. Çətinliklərin sirri ondadır ki, onlar səni dayandırmaq üçün yox, oyatmaq üçün gəlirlər. Ruhunda yatan güc yalnız sınaqlar zamanı oyanır. Qaranlıq ulduzları görmək üçündür. Sən də ən çətin anlarda öz işığını daha aydın görürsən. Bəzi insanlar mənim gücüm çatmaz deyirlər, amma unutma ki, həyat sənə yalnız daşıya biləcəyin qədər yük verir. Bu yük sənin gizli potensialını açmaq üçündür. Əgər sənin üstünə gəlibsə, deməli sən o gücə sahibsən. Sən hansı imkanlarını hələ test eləməmisən, hansı bacarıqlarını hələ oyatmamısan? İnsan yalnız hərəkət edəndə sərhədlərinin düşündüyü kimi olmadığını görür. Unutma ki, nikbinlik sadəcə pozitiv düşünmək deyil, həqiqəti daha geniş görməkdir. Görənlər anlayırlar ki, bugünkü çətinlik sabahın zəfərinin mayasıdır. Bugünün yükünü sabahın gücünə çevirmək sənin əlindədir. Bunun üçün sadəcə doğru addımı atmaq lazımdır. Çünki yerində saymaq yox, irəli getmək lazımdır. İnsanın ən böyük sərvəti onun daxilindəki gizli potensialdır. Heç vaxt tam tükənmir. Sadəcə bəzən üstü örtülür. Fikirləriniz çox dəyərlidir.